Altay və Elgün Mövlanov qardaş idilər. Lirik rayon Valih Müslümov adına 2 ali tam orta məktəbdə oxudular. Altay Elgündən 2 yaş böyükdür. 15 avqust 2000-ci ildə Altay, 2 aprel 2002-ci ildə isə Elgün Lirik şəhərində Tahir kişinin ailəsində anadan olmuşdular. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Altay Füzuli istiqamətində, Elgün isə Tərtər və Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Altay 18 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə, Elgün 12 gün sonra Talış istiqamətində gedən döyüşlərdən birində şəhid olub. Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Altay Mövlanov vətən uğrunda Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə, Elgün Mövlanov isə vətən uğrunda cəsur döyüşçü, Suqovuşanın azad olunmasına görə medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Qardaşlar Lirik rayon Şəhidlər Xiyabanında dəfn olunublar. Məkanları cənnət olsun şəhidlər.